Hər vaxtınız xeyir, dəyərli Odo deyil izləyiciləri. Hər birinizi xoş gördük. Uzun zamandan sonra yenidən bir aradayıq, yenidən birlikdəyik və sizlərə söz verdiyim kimi hər dəfə bir-birindən daha maraqlı layihələr, verilişlər, qonaqlar təqdim eləyəcəyimə, təqdim eləyəcəyimə söz verirəm. Sadəcə olaraq istəyirəm biləsiniz ki, bu yalnız və yalnız şoudur, yalnız və yalnız əyləncədir. Burada heç bir şəxsi kiminsə alçaldılması, şəxsiyyətə toxunmaq mümkün deyil. Zarafatlar ola bilər, danışıb gülə bilərik, amma heç bir halda bu şəxsi qərəzlik kimi qəbul olunmasın. Bu sadəcə bir şoudur, izləyicilərdən də xahiş edirəm. Əgər layihəni həqiqətən də bəyənirsinizsə və dəstəkləyirsinizsə, mütləq şəkildə paylaşın, bəyənin, fikirlərinizi bildirin və sizə qonaqlarımı təqdim eləmək istəyirəm. Qonaqlarımın bir-birlərindən xəbəri yoxdur. Çəkmişdik biz bunu. Çəkmişik. Hə? Yəni müqavilə zat çəkmişik də biz bunu deyəsən. Hə? Sözsüz təqdim eləmişəm. Ona görə istəyirəm ki, uşaqlar, hər biriniz məsələlərə fikir bildirəndə obyektiv fikir bildirəsiniz. İnsanları təhqir eləmədən, nə gülürsən ki? Axırda deyirsən ki, yuxarıda banka verəsin. Banka hesabı qoymuşlar kimin nə imkanı çatırsa atsın. 3'dən, 5'dən. 3'dən 5'dən, hə. Ay belə layağım. O deyil, başlayır uşaqlar. Xoş gördük. Bunu izləyicilər də bilmiş olsun, siz də bilirsiniz zaten. Yəni, xatırlatmaq üçün deyirəm. Bu veriliş yayımlanandan sonra, YouTube'da yerləşdiriləndən sonra verilişin bütün müəllif hüquqları Qaderov kanalına, yəni mənə aid olur. Heç bir şey sildirmək, kəsdirmək, nə bilim bunu sil, onu sil. Belə bir hüququnuz yoxdur. Yəni bu sizin şəxsi müəllif hüquqlarınızın ötürülməsi deyil. Mənim layihəmin qorunması üçün olan bir addımdır. Yalnız da ona ehtiyac yoxdur, öz-özünə sil. Yox, yəni bu söhbətə okey verirsinizsə, bu özü bir sübutdur artıq. Yəni bunu Okey. ağzımla aşığım bir də. Dedim nə buradır? Neyini sizə, nə var nə yox. Xoş gördük bir daha sizi. Xoş gördük bir daha təkrardan. Xoş gördük bura, xoş gördük. İnşallah daimi görüşək də. Belə şeylər olur, biz tez-tez görüşmək məcburiyyətində olur. Məcburiyyət də deyil ha əslində. Bir tərəfdən yaxşıdır, vəsilə olur. Hə, əslində gözəl şeydir. Tez-tez, amma fərqli görüşək də. Yəni belə ayrı-ayrı layihələr. Biraz tez görüşək də. Gecə saat 1-də görüşməyək. Gecə saat 1-də yox, biraz tez. Qardaşım sən dedin də, saat 12 12 yarı sağırırdın, mən gəlim 2 saatda gözləyəcəm. Olmur ağı belə. Kəsmək olmaz, bro. Kəsmək olmaz da, bro. Sən məs xasta nə birazdan bilirəm. Ona görə deyir, ağca qanadları necə söyləyirək. Mələklərimi çək də burada. Mələklərimi yox. Yaydı da, normaldır. Qabaracaq biraz bəzilərinə qolar. İkinci dəfə bilirsən gəlməyəcək. Amma həqiqətən sizə bu səmimiyyətə görə əlavə ki qonağımız da burdadır bizimlə. Dərin təşəkkürlüyümüz var sənə. Təşəkkür elədim. Nəsə getdik, keçdik oranı. Okey. Necə gedir? Hər şey işlər necədir? Möhtəşəm gedir, yaxşıdır, çalışırıq, vuruşuruq. Hərəmiz bir tərəfdə işləyirik də. Konsertə hazırlaşırsan. Konsertə hazırlaşırıq, az qalıb. Yəqin ki artıq yayımda olanda konsert. Gəlin, daha gəlin. Nağıl gəl də nağıl. O bir sanı. Yıxılmısınız. Daşa vurdum irəlimi. Bir dənə tükana göndərib gəlmişik bunlar. Gəlib daşa zada vurub onu. Neysə. Okey. Konsertə hazırlaşırsan. Konsertə hazırlaşırıq, düzdür. Mehdi Sadiq nə olacaq konsertə? Yes. 30 maydır, amma yəqin ki artıq bu yayıma gedəndə konsertimiz baş tutmuş olacaq. İnşallah. Çünki artıq 7-8 gün qalıb. Hazırlıqlarımız yaxşıdır. Qonaqlarınız olacaq konsertdə. 1-2 qonağımız var, bir dənə də sürpriz qonağımız var. Kimdir qonağı? Sürpriz qonağı deyə bilmirəm. Biri Epidir, biri Nərgizdir. Hə, okey. 2 nəfər. Əvvəl həmişə konsertlərimizdə bir 7-8 qonaq olurdu. Amma bu dəfə fikirləşdik ki, öz playlistimiz biraz zənginləşib deyə yeni mahnılara daha çox yer verməyə çalışdıq. Bir də ki, canlı olacaq deyə biraz o bizdə. Hamı qonaqlar da canlı oxuyacaq. Qonaqları bilmirəm də. Onlar da istəsə canlı oxuya bilərlər. Yəni. Hə, aydındır.
Dəvətnaməmi gözləyirəm. Mütləq şəkildə Mütləq. gəlməyiniz olun. Əvvəl yadıma gəlir Kain House-da falan zaten konsert olanda o New School reperlərə, yəni bizə məsələn biz New School reperi idik də. Bizə deyirdilər ki, səhnə almaq istəyirsənsə Bilet. 10 dən bilet saat gələrsən falan. Bir Orxan satar bilir. 15 də bilet. Az yapışdırmışıq afişə divarları, Geza Targovun divarlarına. Görməsinlər deyə gizlin. Geza yapışdırırdıq. Yadımıza gəlir. Ay sən yazırdın nə burada? Bura Sibila Tanatasına Ya, lənət. Ben.ru falan. Özü yazırdı ki Kadero Yekzer. Ay billi. Çəkib atırdı şey. Çox sağ ol. Bir dəfə partiya gedirik. Şahruz zad nəsə o vaxtda da Atim vaxtı. Azərzad Azər şey, bizim era, Nərman oldu Madva. Azər də Yağışla yəni işləyir. çox uşaqlar. Çox uşaqlar onun yanından keçib də, yəni Hadi zaman. bura, tam orada yavaş-yavaş. Azərə də buradan salamlar. Gəl çıx da, gir içəri. Nağılbazın şeyidir, dostu. Şoda dayanın. Şos. Daya hele dayanma ya yəni Geç gəl. otur. Anar salamatçılıqdır. Qəşəng bro. Bura. Təsəvvür et konsertə gedirik. Köhnə ləqəblərdən söhbət. Çox qədimi ləqəblər. Köhnə ləqəbin nə olub? Ən birinci ləqəbi. DJ Elvin 115. Oha. Qaqaş niyə belə oldu be bizim ləqəblər? Sən köhnə ləqəbin. Aa bro. Yox da bro. Dinlə. Nə yox nə deyir? Köhnə ləqəb. Mevlut Fəryad. Fəryad. Səndə də Orxan Kədər olub da. Oyda. Kimə gülürsən o? O kədər hələ də özündə saxlamısan ha. Ay. Vallahi yeri. Mevlut Fəryad ya. Konsertin afişasıdır. Şahruz belə konser, Şahruza da buradan salamlar doğrudan Şahruza. Ha, bravo. Salamlar. Qardaşdır. Afişan belə tutub əlində. Baxır birinci dəfə tanışır. Deyir o meyxana deyənlər də gəlir. Sənə. Ne mənə meyxana deyən. Deyir Orxan Kədər kimdir? Deyir meyxana deyən sən qaqaş. Fəryad bəy. DJ Elvin 115. Niyə 115? 115-də oxuyurdum. Məktəbimiz adı Biz niyə 115 belə idi. valnada olmuşuq? Bro normaldır da qardaşım. Mən ümumiyyətlə normal mən Fəryad yox, niyə? bir dəqiqə bro. Yəni mən bunun açıqlamasını verim də. İndiki Oy, ola oy, bilər ki, reperlər bilməsinlər onu ümumiyyətlə. İndi məşğul olanlar. Biz edilər. Ya nə demək istəyirəm bro? Mən ümumiyyətlə repə başlayanda Elşad, Dəyirman, Xose, Nağılbaz ən dəbdə olduğu vaxtlar idi da 2000-ci illər falan filan. Belə dövrlər idi. 2001 zət. Yəni söhbət onda deyil. Mən studiyaya gedirdim, nəsə eləyirdim. Mən evdə magnitofonumuz var idi. Buradan o tərəfə səsimi yazırdım. Necə? Məsəl üçün hansısa bir onda Jay-Z'nin albomu var idi məndə. Amerikadan bir sinif yoldaşım var idi. Samir o gətirmişdi Jay-Z'nin albomunu. Təzə çıxmışdı albomu, səhv eləmirəmsə. Amma kaset üzərində idi. Yəni disk zad hələ təzə gəlirdi Azərbaycana. 99, 98, 2000-lərin arası. O kasetdə öz səsimi yazdım. Hə, bu kasetdən o necə eləyirdim bro? Yəni Jay-Z'nin məsəl üçün trek bitənə yaxın axırıncı bit oldu. Bitin boş yeri var idi. Nə demək istəyirəm? O məsəl üçün 15 saniyə buraxır da bit axırda. Oradan götürürdüm biti, kopyalayırdım bu kasetə. Bu kasetdən də sonra o bitin üstündə başlayırdım. Mikrofonu götürürdüm. Səncə mikrofon yoxsa daraq zadı idi? Yox, mikrofon bro. Mən yazırdım əməlli başlı səsimi. Hə, səsimi yazırdım, eləyirdim elə. Playerim var idi balaca. Bir dəfə oldu ki, dayım prosta qulaq asırdı şeyə, adı nədir? Player qulaq asırdı. Kasetim də onun içində idi. O normalni zat karaoke-də. Yəni 2000-ci illər. Birinci yazdığın rep yadındadır, bax. Nəsə satir zat. Yox bro, yadımda deyil. Mən yadımdadır. YouTube-da da var, brat. Güclə tapılır amma var da, yəni adı gəldi trek yəni. Bütün gəllə bağlı sözləri işləmişəm, amma mənasız trekdir. Ümumiyyətlə karyeranızda elə bir trek var ki, deyirsiniz ki, ayda olmazdı da bu. Yox, onlar olmalı deyil. Yəni onlar olub ki, gəlib bura gəlib çatmışdı da, yəni. Yox da var, misal üçün elementə hansısa bir trek iminli var, o trek ki, bu olmaz deyə gələk. Təbii ki, olub, çox belə proyektlər. Hansıdır, səndə hansıdır? Bizdə Kulbratlar adlı proyekt var, Mehdi Sadiqlə işlədiyimiz. O proyekti kaş olmazdı. Yəni İstədiyimiz kimi olmadı. Biz bir dalğaya düşdük, çox eyforik yanaşırdıq məsələlərə. Niyə Mehdi Sadiq? Niyə Mehdi Sadiq? Yəni nə mənada deyirəm? Yəni o insanlıq barəsində falan demirəm. Mehdi Sadiq özü rep yazırdı. Biz
mən onu aktyor kimi bilirdim də. Ssenarist, aktyor, prodüser, musiqisi. Bir də baxdıq ki, sən Mehdi Sadiqlə musiqi ilə məşğulsan. Yəni O belə elə olmur. Mən yəni elə görmüşəm. Ona görə Sadiq bir dəfə bizi verilişinə dəvət eləyir. Mehdi Sadiq deyir ki, adlı bir dənə talk show-su var idi. Əslihanla mənə dəvət eləmişdi. Biz getdik ora. Orada tanışdığımız yarandı. Tanışdıq yarandan sonra gördüm mikrorayonda qalır. Mən də gəldim mikrorayona, görüşdük elədi. Sonra mənə dedi ki, mən də replər yazıram. Prosta göstərmək istəyirəm gör necə alınıb falan. Baxdım ki, çox protest replər yazır və bildiyin, yəni əməl başlı qafiyələri, çıxdasız adı yerindədir. Dedim, brat, bunları çıxarmağa ehtiyac yoxdur. Yəni çox belə protestdir də. Amma yəni istedadın yerindədir. Sonra gəldi ki, bir dənə proyektim var. Bu proyektin səs yazmasını götürərsən. Dedim, mən götürərəm. Götürəndə nəqarəti oxuyanmırdı. Dedi, sən oxuya bilərsən. Dedim, problem yoxdur. Girdim nəqarəti oxudum. O mahnı 1 il qaldı onda. Sonra getdi ssenari yazdı. Son Arzum Fahişə deyə bir dənə filmin ssenarisi. Dedi, burada işlətmək istəyirəm bunu soundtrack olaraq. Dedim, işlətdi. 4 milyon nə qədər film izləndi. 5 milyona yaxın mahnı izləndi. Sonra dedi ki, serial yazıram. Onlar burada da bir dənə duet eləyək falan. Dedim, eləyək. Elədiyi partladı. Sonra ikinci, üçüncü. Bu şəhər insanları öldürür. Sən birinci bölüm. O Səs serialın birinci bölümündədir. O birinci elədiyimiz. Yox, ikincidir artıq. Çox bombadır. Ondan partlatdıq və ondan sonra baxdıq ki, cəmaət istəyir. İkinci də Eşitmisən partladı. Yo, bro. Bu şəhər insanları öldürür. Yo, bro, yəni. Qaqaş çox qəşəng. 10 milyona yaxın izlənməsi var. Belə Maşallah. yəni dalbadal üç dənə Ruhumu asıram, cismimi asıram, ruhumu atıram pəncərədən. Bu şəhər insanları öldürür səncə nədən? Qəşəng motivdir. Yəni çox qəşəng. Yəni Serialın motividir əslində. Serial indi baxmamısan da. Yo, bro. Sən mənə diş gör. Amma mən nə deyirəm, bro? Ola bilərdi. Yəni bu Bomba rap kimi- tayfasında bu şey olmasın. Yox, bro, mən qulaq asmamışam, amma yəni bu o demək O deyil nə də, bro. gülüşdü, yaxşı. O güləndə prosta olmaz. Sən görəm güllə, bro. Ləzzət eləyirsən o Amma mən səni emosiyalar. yaxşı tanıyıram ya. Həmin dönəmlər heç nə. Belə baxdıq ki, Bomba kimi. alınır. Mən Cəmaət bəyənirəm konsert bunu. istədi. Öpürəm qardaşım, var olasın. Yəni Allah. bu bəyənmə məcburiyyətində deyilsən. amma. Yox, Yəni mən yenə də bəyənirəm. Məcburiyyətində yox. Çünki mənim də son illər sən bilmirəm, fikir verirsən, vermirsən, mən özüm də yəni. Kədərləşib, bro. Melankolik və Qayıdım kədər. Deyəm də söz danışım. Görürəm storylərdən. Musiqi haqqında dönmüşəm. Yəni mən o musiqiləri özüm oxuyum deyə hamısını paylaşmıram. Yəni prosta musiqilər Bu içindən gələn şeylər də yazırsan və yaşadığım hadisələrdir yazdıqlarım və bölüşmək istəyirəm. Hansı düz müğənninin eləyirsən. xoşuna gələr, götürər, alar, oxuyar, götürər, yox, alar. Buradan səslənirim müğənnilərə ki, Kadyrov mahnı satır. Gözəl mahnıları var. Mən zaten mahnılarımı mənə xalq artistləri oxuyur, Qəşəng. Demirik, əməkdar oxumasın. artistlər oxuyur. Yəni mənim o satmaq barəsində problemim yoxdur. Mən prosta müğənnilərə məndə o yoxdur da, bildin göndərim bir. Başda da, başlamasan bir yerdə. Onu eləyə bilmirəm. Niyə, də, bura, yəni- əlində qalmasın da bu boyda mahnı. Sonra deyir ki, reperlə pul qazanmır. Qardaş, bir Olsun. özün bir qapı döy də. Mən misal üçün sən musiqiçisən, bəstəkarsan və yaxud yazarsan, sən bu ilə məşğul olmalısan. Sənin bu işinlə prodüser tərəfindən başqa adam məşğul olmalıdır. İndi Yəni yoxdursa, əslində belə olmalıdır. okey də bura Azərbaycandır. Biz Hə də- illərdir öz-özümüz üçün çalışmışıq. Mən də bezmişəm. Məndə O- də başım buraxmışam. Məncə belə yazıram, yenidən o bax belə. qayıtmısan, odur, o deyil layihəsi ilə təzdən. Məncə bunu Musiqi eləmirsən. barəsində deyirəm. Bildim də, yəni buradan başlamısansa qayıtmağa, məncə ora da bir dənə qayıda bilərsən. Gəlmişik də orada. Sən hara qayıdırsan qardaşım? Səni biz nə gözləyir? Sənin bu yaxınlarda indi burada eksklüzivdir də. Sənin bir xalq artisti ilə virtual bir proyektin olacaq. Okay. Yəni indi adını çəkmirik. Adını çəkmirik, sürpriz qalsın. Sürpriz qalsın, trenddə olan bir şey deyərəm sənə verilişdən sonra. Hə, yəni İnşallah. Ee, böyük Orxanla bir yerdə işləyirik. Orxan prodüserluğunu edir həm proyektin. İnşallah çox maraqlı bir, uğurlu olacaq, yəni, bro. Əslində onu biz istəyirik ipi albom eləyək Ziggy üçün. Yəni bir 3-4-5 trekdən bizim xalq artistləri, köhnə kalifələrlə virtual duet kimi çox maraqlıdır. Yəni onun ilkini mən indi sonra sənə demosunu belə qulaq astıraram. Çox Qoyursan burada başlayıram da. çox Hə. qəşəngdir. İnşallah bro. Nə zaman başlayırsan? İnşallah bro. Yox, yəni nə demək istəyirəm? Hə. Nə zaman başlamaq istəyirəm? Hamı elə bilir ki, bax mən heç nə eləmirəm. Mən bu adama qardaş bax bit elə vermişəm. Nə bilim, hər şey deyirəm elə bu adamı mən işlədə bilmirəm. Qardaş niyə eləmirsən? Qulaq as. Nə demək istəyirəm sənə? Mən bilirəm ki, bu mənim məsuliyyətimdir, bu mənim işimdir. Şübhəsiz olaraq dirəşmişəm də, yəni konkret, yəni Ola mən dirəşmişəm. Yox, nə demək istəyirəm, bro, bax. Eləmirəm söhbəti yoxdur. Mən eləyirəm. Xırda da olsa nələrsə eləyirəm. Bro, prosto
nəyi sən Mahnının başa salmaq sözlərinə istəyirəm? oxşadı Yox da ya. motivasiyadan salan müəyyən məqamlar da ola bilər. Ola bilər, amma yəni yox, motivasiyadan düşmürəm. Ay, Musiqi varsa işarətdir ki, birinci növbədə musiqidir. Hər Yoxsa- şəraitimiz var da. Hər şəraitimiz yəni, var, sən də bro. dayanmısan. Yox, dayanmamışam. Elə mənada yox, heç zapisə gəlmirsən. Mən onu Okey də, deyirəm. yəni zəpsə gələcəm, yaxşı, problem yoxdur. Sadəcə olaraq yəni mənim başqa layihələrim də var. Bu yəni nə demək istəyirəm, qardaşım? Başqa işlərim də var da, onları da görürəm. Paralel olaraq sənin Bu karyera ilə Yeah, əlaqəlidir, sənin başqa bəli, bəli, işlərin. bəli. Mən də sənə onu deyirəm ki, bax bu insan da prodüserdir da, yəni prodüser kimidən yanaş məsələyə. Bax hal-hazırda yəni tuta biləcək trenddə fırlanan bir dənə mövzu var. İndi mən bu açmıram da, sonra deyəcəm sənə. Bunu eləsək bu dəqiqə ipini eləsək partlayışdır. Başa düşdün? Yəni O bir öncəlik iş- bu layihə olmalı. Hə. Okey, yaxşı. Bunu yəni eləmək eləyərik. lazımdır. Yəni necə Hə, bu planlaşdırırsansa elə 35-ci eləyək. dəfədir yaxşı mənə deyirsən. Hər dəfə axşam danışırıq ki, səhər gəlirsən zapisə, hə gəlirəm. Səhər yığır ki, nə bilim filan yerdəyəm. Şimdi maşını ustaya aparıram. Nə edirəm? Yaxşı. Görsən bura problemlər çıxır da istər-istəməz. Özünə asılı deyil axı. Yox, yəni bu işin üstünə konkret, yəni bu proyektin üstünə ciddi olaraq bu gündən düşür. Çox ciddi işdir. Okey. Sizin bir zamanlar, Məsuliyyətimdir bu. sizin gəlin kəsək bir şeyə, sizin bir zamanlar disləşməniz var idi. Fəryad filminə baxmısan? Baxmışam. Çox bomba filmdir hə, bu arada. Bəlkə Allah də oradan qəni-qəni gətirib. rəhmət eləsin. Bəli, bəli. Aktyorun adı nə idi? Yadımda deyil aktyorun adı. Sürətə var bir dənə. Orada erməni. Sürətə var bir dənə. Orada erməni rolundalar oynayıb. İnternet Explorer. Biz başqa Opera bölgəyə ilə keçirik, işləyirsən. oradan ad gəlir. Bırax başında. Allah rəhmət eləsin aktyorumuza. Nə idi adı? Anəsə başın bırax. Heç nə başın bırax. Chat-PT-yə yazardım çıxardı. Biabırçılıq deyəsən. Buraların kəs ayağın başını bırax falan. Adam rəhmətə gedib Özü o boyda aktyor. çox şey yanaşırdı. Allah rəhmət Amma etsin. bırak Bacım yəni. bırax, bacım bırax. Manaf Ağayev. Ceyhun Ceyhun Mirzəyev. Mirzəyev. Ceyhun Mirzəyev. Allah qəni rəhmət. Ceyhun Mirzəyev deyirdi. Gəl o şey bilir zət. Həqiqətən yox, doğrudan. Allah yəni, qəni rəhmət eləsin Ceyhun Mirzəyevə. Ceyhun Bəli. Mirzəyevə. Yəni bu bizim qəbahətimiz sayılır, unutmağımız. Yəni o cür aktyorlarımız, o cür 100%, sənətkarlarımız. 100%. Yəni gənc olaraq bizi yəni anlayarsınız yəqin ki, sizin bir zamanlar Bifimiz var Eşitdin idi. proyektindən sonra Aha. bifiniz yarandı. Hə, eşitdin nədən sonra oldu da deyəsən. Ağ zəncilərlə nəsə Yes, belə yes. söhbət. Yəni Siz mənim bildiyim daha sonra, yəni Zigi sizə niyə dis atdı orada ümumiyyətlə? Onu zügürlər, zügür yazır. Yox, yəni ona qədər nəsə olmuşdu aranızda sizin vəbşə. Yox, ona görə bizim hər hansı niyə bir dis problemimiz atdı deyəndə bro, mən bunu bir neçə dəfə Prosta baxdım ki, demişəm. kimsə heç kim Yox, yoxdur. yox, bu bax, belə. qulaq as. Bir neçə dəfə demişəm, yenə də təkrar eləyirəm bu söhbəti. Onda başqa şeydir. Mən Yox. verilişimdə təkrar Başqa edirəm. variant yoxdur. Onu hara fırlatsan yenə də Duxun var, eyni eyni cür söhbətdir. danışma. Mən bilirəm söhbəti. Okey, danış. yəni bilirsən necədir bura söhbət. Ümumi proyektdən danışmıram. Ümumiyyətlə Hə, bir fizisi danışma, Öz həm də. hissəmdən danışıram. Bro, mən Tibu ilə birinci battle-a çıxanda kəllə-kəlləyə orada ağ zəncilər zət bu Lənəti gəlmiş ağ lənətə zəncilər. gəlmiş ağ zəncilər. Bunu mən oturub fikirləşmişəm, yazmışam bro, bax. Bir neçə müddətdən sonra uşaqlar çıxartdılar ağ zəncilər Hə, falan. Əsixan layihəsi idi, Hə. onlar proyekti idi. Orada Əsixan işlədir ki, lənətə Okey. gəlmiş ağ zəncilər, elə bir referans. Okay, referans da işlədi. Bunu PR elədilər bro. Yəni mən prosta dəyən nə oldu həmin ərəfələr ərzində ki, yəni bu sözü mən özümdən icad eləməmişəm. Şübhəsiz olaraq bu söz var da leksikon. Bu Eminem deyilib də o zaman. Yəni bro, yəni hardasa ola bilər də. Yəni bilmirəm Eminem eləyib. White Nigga da, yəni orada onu mən elə eşitmişəm deyil. Kim? White Nigga. Eminemə hə, ağ zənci deyirlər. Ha. Zəncilərin Okay, arasındakı ağ ola bilər. zənci. hə. Yəni bu yox, qulaq as bro. White Nigga deyəndə bro, ola bilər desinlər, eşitməmişəm də. Hə, bu da mənim itkim olsun. Eminemin anası hansı dostu ilə gəlib tutmuşdu? Allah Ay, Eminemin bir də- anasını Deyir deyirlər. axı. Ki Ramiz, şeydir, Sami Sami Ramazanov. Ramazanov. Ramiz. Respekt Sami. Hə, sözümün canı, bro. Yəni burada mən istifadə elədiyimə görə, bu sözü götürüb istifadə eləyib və PR elədiklərinə görə uşaqlar, mən də girdim zəbsə, bro. Dedim ki, yəni əslində onu elə eləmirlər, belə eləyirlər. Başa düşürsən nə demək istəyirəm? Yəni sən demək istəyirsən ki,
Natongil Hə. elədikləri o deyildi, sən elədiyin o idi. Bro, yəni dinləyicilər Ay, yox, deyirlər. Onu sən indi şübhəsiz dedin olaraq, də. şübhəsiz olaraq onu mən belə düşünürəm. Bro, yəni başqa necə Təbii ki də hər düşünə bilərəm? sənətçi öz işini. Hə, yəni şübhəsiz olaraq sənə elədi, görə bro. Eşitdin yaxşı idi, yoxsa əsiz? Sizinki Mənə əsiz. görə- Səncə əsiz o Əsixan qoyar. Əsixan qoyar. Yəni deyirəm də səndən çıxmaz elənsin ha. Əsixan layihəsi idi də. Yəni Əsixan dedi ki, bizə diz atılıb falan bu şey olub. Yəni Əsizxana bir şey demirəm. Yəni o tip adlar, yəni yanaşma şeyləri Hə, deyirəm. elə oldu ki, gördün hə, sonra eşitdin hə, nəsə belə bir şey oldu. Əsiz. Bir dənə də Biraz əsiz. Belə şey çıxdı. Copywriterlıq eləyirdi. Copywriterdən də əlavə belə Çox bəsit bir şey addır, hə? Yəni ad olaraq Yəni, olar. demək ki, bəsit olmalıymış. şkas çıxdı. Bırak yəni. İndi o baxır zövq məsələsinə də. Nədir? Amma yəni zövq məsələsinə baxır. Məncə yetəri qədər yaxşı izləndi. Adı deyirəm. Ola bilər brat, indi bu zövq məsələsidir də. Yəni mənə görə məncə biz də yaxşı bir cavab verdik. Zamanına görə maraqlı idi, bro. Yəni çox maraqlı Nə bir var? oyun getdi. Disləşdi. Çünki o disləşmə həmin vaxtı Azrepdə də ciddi şəkildə bir diriltmə gətirdi və həmin dövrdə bura Azrepdə Karantin dövrü idi ya, səhv eləmirəm, bro. Ölmüşdü hər şey. Şeydəydi bura. 3 il məni xeyt elədilər o qeymə görə. Bura mən illərdir linçləyirlər də, heyt eləyirlər. Bu olmalıdır. Qardaş, Bu işin yəni elə biz işin bu içindəyik işi ki, qurduq, yəni biz, yəni bunu mən demirəm, mən elədim. Biz bunu hamılıqla hamının bu şeydə bir hissəsində yəni biz bildiyiniz əziyyəti var. ortaya bir dənə Azrep çıxartdıq. Yəni bu pandemiya tez söndürdük də bura. Söndürdük deyəndə ki, orasını niyəsini Niyəsinə Amma elədik də bunu. Biz bunu elədik. Həqiqətən. Demək ki, və bunu maraqlı da eləyə alındı. bilirik də Yəni bunu. təbii ki ilk qığılcım sizdən gəldi. O ortalığa bir dənə bomba tullandı. O bombadan sonra da o Redis necə cavab verildi falan onu zigi bilər də. O Redis, yəni o Pastergilin sizə atdığı Redis Hə. gecə ilə saat neçədə 3-də 4-də paylaşıblar. Dedilər ki, gecə çəkmişik treki, klipi, həm treki həmin günü yazmışıq o cibi ilə Paster. Yəni bir dənə oyunla bağlı denən mənə ümumiyyətlə o trek həmin günü yazılıb, trek həmin Bro, günü mən çəkilir. sənə söz deyim, bro. Mən məsəl üçün o trek paylaşılmamış klip bizdə o Cypher kimi çəkmişdik də, klip deyək belə. Paylaşılmamışdan bir gün qabaqcadan nəsə görüşdük studiyalarında. Uşaqlar mənə təklif elədilər ki, sən trekdən çıx. Pərviz dedi bunu sənə. Pərvizgil dedi ki, trekdən çıx. Gil Sən deyəndə bomba hansı kimi kim olardı. dedi, Yəni sən? bomba kimi olardı çıxsaydın. Axı mən elə Yox, eşitməmişəm. Yox, qulaq as da, indi sözümə qulaq as. Mən də dedim ki, dedi biz də hazırlamışıq hər şeyi. Redis hazırlamışıq. Trek hələ çıxmamışdan qabaq. Yəni belə bir söhbət getdi ki, trek bizdə Hazırmış. demo versiyası, demo versiyası bizdə kompüterdadır trekin. Kim aparıb o treki? Bilmirəm, bu indi hansı Söyə bilər. Yox, ehtiyac yox. Söyə bilərik. Ehtiyac Bizə yoxdur. Özü eləyib də. öz aparıb ver bu oyun. Ya bro, yəni kim aparıbsa hələ oyunu quran da o idi, zor idi, amma Oyunu quran o zat deyil də, bir saxla görə. Yox, yəni Məsələn, nə o demək boyda istəyirəm? əziyyət çəkmişik, deyir oyunu quran oydu. Ay, O iş oyunu demirəm, ortada, bro, yəni prosta ümumiyyətlə arada yəni onsuz da arada. ortadır. Bildin? Arada oyunu quranda. Yəni sözümün canı nədir, bro? Yəni biz o trek ora getməsəydi, o cavab bir həftə sonra da ola bilərdi. Əli yavaş vursun. O cavab bir həftə sonra da ola bilərdi. Bro, o bir gün ərzində olmaq ehtimalı hardasa çox aşağıdır da, bro. O Çünki- yox bir dənə deyən indi kamera çəkir deyə niyə belə danışırsan? Necə Bayaq danışıram lan ki, deyirdi bro? ki, o mümkün deyil bir günə. Yəni Mümkün 15-20 deyil də, gün qardaşım. qabaq trek Yox, olardı. biz bir günə Mümkün yazdıq. deyil. Necə? Ya bizdə məsəl üçün bir gün oldu. Sizdə Ağzəncilər söhbəti olandan sonra gəldik biz o studiyada görüşdük. Okay. Bizim studiyada. Sənin Zigi ilə sporun olub, mübahisən olub, Olub, hə olub. nə O tipdə hansı olub? söhbətdə olmuşdu bilmirəm, amma bizim bir dəfə Mən studiyaya getdim, uşaqların studiyasına, qulaq asdım. Trekə qulaq Yes, yes. astım. Mən belə alabulanlıq yadımdadır, bro. Mən uşaqlara dedim ki, xoşum gəlsə trekdən. Cavab ümumiyyətlə, verərəm. Mən cavab verəcəm, bro. Yəni trek çıxdı, açığı məni açmadı da. Deyim ki, ay məni xotlamadı. Söhbət o açmaqdan məni xotlamadı ki, bunlara bir dənə cavab verim. Başa düşürsən nə demək istəyirəm, bro. Prosta da elə belə trek idi, bro. Ya qulaq astım, dedim, amma mənə şey eləmədi. O qız şey eləməyib. Adam mənə qıcıq Cavab verə verməyib, biləcəyi cavab qədər, verəcək yəni. biləcəyi qədər eləmədi, bro. Amma biz treki çıxardandan sonra, klipi çıxardandan sonra siz nə vaxt yayımladınız onu? Pərviz çıxartdı, Pərvizgil. Orada çöndü Əsixana pas atdı. Dedi ki, Ağzənci biz deyilik Əsixandır. Bu söhbətdən sonra onun səhərsi gündə biz yayımladıq. Yəni mən nə demək istəyirəm, bro? Yəni Siz o klipi də bir günə çəkmisiniz? Ha.
Milyard faiz. Nə qədər sponsordan Yox, biz orada sponsor var idi, sponsor adını çəkmə. adı Düt. Yəni var idi. var idi. Yəni Sponsor nə var demək idi. istəyirəm sözümün Amma yəni o sponsora da yəni mən Yox, bizdə sponsora necə işləyirdi həmin dönəm? Bir dənə sistem gətirilmişdi, koeffisient sistemi idi, yadda gəlirsə. Ki bildim. biz zaten əməkdaşlıq eləyirdik, istənilən bir proyekti çıxarıb o loqonu orada qoyanda izlənmələrə görə koeffisient hesablanıb pul verilir. Loxlayırdılar bizi. Mənə bax, sizin bir-birinizlə, bax şəxsi ikisinizin bir-birinizlə mübahisəsi səhv eləmirəmsə olub, mən belə bilirəm. Nəsə Olub o da ki, yes, o da mənim olub. yadımda deyil ümumiyyətlə. Yəni belə bulanlıq yadımdadır. Belə duraq bir-birimizlə Necə nəsə. hərəkət bilmirsən nə ilə, nə danışmısan, nə demirsən. Yox da, bro, yadımda Adi deyil. bir də. gərginliyimiz olub Adi bir və ondan gərginlik sonra olub. da heç nə həll eləmişik öz aramızda. O da ki, bəlkə də başqa şeydən. Yox, Yox da yaxşı bağlamışıqsa. başqa şeydən ola bilər o. O proyektlə bağlı deyil. O mənlə Proyektlə bağlı deyil. Bağlanmış söhbəti zət yox. Bu qarda veriliş deyə bu. Yəni bağlanmış söhbəti açmaq zət. Yox, o Mən mənlə yəni də burada bağlanmış cındır deyil. çıxardacaqsınız Biz indi. nə başqa bir şeylə bağlı idi. Başqa bir şeydən qaynaqlanıb. O proyektlə zadla qaynaqlanan bir şey deyil. Bu şəxsən Şəxsi ola bilər münasibətlər. şəxsi münasibət arasında olsun. Mənim yadımda deyil. Çünki mən yenə də deyirəm, bro, mən Xətrə dəyib üzr istəsin. Yox, elə bir şey yox. Bir gərginliyimiz oldu. Birbirimizlə olmalı. görüşdük, danışdıq. Normaldır, və söhbətlər yəni. oldu. Olmalıdır. Bu da olmalı. Yes. hə, 100%. Rahat hamımızın bir-birimizlə onsuz da aşağı yuxarı bir 30 dəfə bir söhbətimiz düşüb də. Hə, yəni. Dostun dostu ilə söhbət Bizim düşüb. düşməyib söhbətimiz səninlə. Düşmür. Bizim səninlə söhbətimiz düşmür. Düşməsin də bura. Niyə düşsün? Çünki biz həmişə səninlə qarşılıqlı hörmət saxlamışıq Yes, bir-birimizə. Bəyənmərəmsə belə mən sənə uğurlar diləyərəm. Sən özün bilirsən ki, həmişə bizdə bu şey olub da. Yaxşı səssizdə da telefon. Kimin telefonudur? Amma mənim telefon şeydir, aç dünənki şeydir, çəkilişdə. Ha burada danış, harda danışırsan? Ayda Danış, narahat olma. Hər şey mehribançılıqdır. Hamının bir-biri ilə o istər-istəməz o gərginliyi də olur. Dostun dostla da olur. 100% da. Yəni o qədər Azərbaycan rapində adamlarla gərginlik, o qədər söhbətlər olub ki, bro, yəni axırı da başqa yerə də çıxıb, başqa yerə çıxmayıb da, Və nəticə etibarı ilə Nəticə Biz etibarı həmişə onu ilə deyir deyə. bizdə bomba kimi bitib də hər şey. Azrepdəki bütün söhbətlərin 90%-i sonun çayxanada bitirdi. Öz Araz kafe var idi. Arazda gəlib yığışıb oturub söhbət niyə edir. Azrepdə mağazin yoxdur? Uşaqlar zaten eləyir, misal üçün content var, onlar ayrı-ayrı, misal üçün format ayrı. Yes. Uşaqları da uğurlar hamısına. Under game var, uşaqlar Undergame işləyir. var. Yəni çox uşaqlar iş görürlər. Yəni sadəcə olaraq mağazin tərəfi boşdur işin. Ki bu indi mən Əvvəl var idi, 2 qat falan var idi. əvvəl Sonra Elşad onlar Gizad da- var idi, eləyirdilər. Mən ümid edirəm ki, bu layihədən sonra ən azından MC-lər indi sizin burada sonda freestyle'larınız falan, yəni istərsiniz göndərmələr, yəni bu ümid edirəm ki, oyunun başlamasına səbəb olacaq İnşallah. və cəmi olaraq uşaqlar da pul qazanacaq, hamı öz Amin. layiqi haqqını əldə eləyəcək, biz qarışıq. Zigzag, səni Buyur. birinci təbrik edirəm. Ona Çox görə sağ ol, ki, bro, çox bu sağ ol. yaxınlarda Zigi ata olur. Təbrik Çox sağ edirəm. ol. Çox sağ ol. Olmayanlara Atalar qismət. analı böyüsün. Çox sağ ol qardaşım. Səni təbrik edirəm həqiqətən. Sağ ol, bro, çox Səni sağ belə görmək doğrudan da başqa bir qürur verir, başqa bir Eyniliklə bro. Sən Çox sağ ol. İnşallah ki ata olandan sonra da oğlun olacaq, hə mən bildiyim. Deyirsən kişinin oğlu olar da belə söhbət. Ziga artıq atadır. Mənim üçün də mənim qızım var, nə fərq var onun? Yəni prosta sözlə deyirəm. Kişi də öyrənsə. Ay belə. Yəni Allah atalı analı böyütsün. Çox sağ ol qardaşım. Allah razı olsun. sənin- Sənkində. Təşəkkür edirəm. Sənin bu ailən, məsəl ailə həyatı, karyera və iş sənəti və necə yansıyır və yaxud mane olur, yoxsa ailədə dəstəyi var sənə bu ilə bağlı? Yəni uşaq olandan sonra istər-istəməz məsuliyyət dəyişir. Ailədə fərqlənir artıq məsələlər. Okay. Necə aparacaqsan bunu səncə? Bro, yəni belə inşallah uşaq sağ-salamat olsun. Ondan sonra o bilmirəm necə bilmirəm necə aparacağam, amma məsələ orasındadır ki, mənim karyerama heç bir ziyanı yoxdur, heç bir belə yəni nə bilim mənfi bir təsiri yoxdur. Daha çox müsbət var, daha çox mən düşünürəm ki, daha çox üstünə düşəcəm, daha çox Motivasiya məsuliyyətli olacaq, hə, daha çox motivasiya olacağam, bro. Sən ailəlisən? Yox. Necə?
Qismət Elgizin olmuyor. verilişinə Hə, döndü. Evləndirəsən mənə. Evləndirəsən Bir dənə qız var, tanış eləyəcək hələ. Hazretdə biri var da, get ondan evlən. Hazretdən də biri var və biri var. hamı bilir onu da yəni. Ha, yox brat, hələ ki elə Yox deyil. brat, yəni o Qismət Hazretdə olmayıb, qismət olmayıb. Neyniyək brat? Tələm-tələsi də iş görüb. 100%. eləyə İndi bilmirəm. inşallah hər kəsin öz qisməti var. Hə. Dirəşmə olsun. Hə, cavan uşaqsan. Burada nə var ki? Mən İnşallah. hələ Hazretdə partladan vaxtım deyib. Zor. Bu arada o reelslərinizi görürəm. Hansı? Mehdi Sadiqlə olan arada Canlı elədiyimiz elədiyimiz. maraqlıdır. Onlar konsert hazırlıqları. Yes. Konsert üçün format fikirləşirik, onun üzərində çalışırıq. Çünki əvvəllər bizdə elə idi ki, konsertlərdə falan canlı oxumurduq və bir cəmaət də biletə pul verir, gəlir, onsuz da trekləri eşidirlər də belə şey olaraq, fonoqram olaraq. Bir də konsertə gələndə başqa bir versiyada eşitmək istəyir cəmaət. Hə, yəni pul verir deyə istər-istəməz məcbursan ki, məcbur da deyilsən. Əslində bu sənin işindir. Yəni onlar üçün bir canlı performans göstərməlisən. Fərqli. O Türkiyədə bir dənə qaqaş var, o oxumur. Hav-havda deyil, yəni nə idi onun? Level C4. C4 C4 var idi, o bir dəfə Azərbaycanda C4 Sumqayıtda C4 C4 klan var idi. C4. C4 klan var, Rüzgar Güllə zadla. Rap idi. O qaqaş oxumur da səhnədə. Görsən çıxır prosta Level mahnı gedir. C5. Broto da onu satır da. Zor söhbətdir Satır. ya. Yəni və bu dəqiqə belə olsun Türkiyədə ən çox qazanan Ciddi rapçilərdən zor biridir söhbətdir yəni. ya. Mən də misal üçün çıxsam, mən canlı bilirəm ki, mənim səsim Ya, orada. Sən pristav elə, Mən də adamın oxuyaram. kopyası var. Qaqaş özünə oxşadır Görmüşəm ona. onu. Və onun Instagramı 1.1 milyon takipçisi var da. Yəni o belə partladır. Yəni gör də, yəni biz də hələ bir özümüz partlada bilmirik. Siz nə cavab versəz də, yəni mənim fikrim zaten dəyişməyəcək. Sadəcə sizin fikriniz maraqlıdır. Buyur. Kütlənin istədiyini vermək satılmaq demək deyil. Kütlənin istədiyini deyil, bu öz istedadını göstərir ki, bu adam bu tərəfdə daha çox istedadlıdır. Bu axtarışda olursan, bütün reperlər axtarışdadır. Mən də milyon dənə tərz yoxlayıram. Nə bilim, pop da oxumuşam, estrada da oxumuşam, meyxana da deyirik. Yox da, axı səni və belə bir şey var da, səni sevən sən bunun kim üçün eləyirsən, brat? Bu mahnıları yazırsan, izlənəsən, seviləsən. Bu sözlər polibom sənin sözlərindir də. Və sən musiqi axtarışındasan. Və hamı təbii ki, bəyənmədiyin bir şey eləyəsi deyirsən ki, bunu da bəyənirsən ki, eləyirsən ki, bunu mən tapmışam. Tapdığın şeydə özün bəyənirsən zaten. Bunu eləyirsən və əgər bunu milyonlarla adam bu tərəfdən sənə qəbul eləyirsə, sən niyə o qədər milyonlarla adama hörmətsizlik eləyib, nədir 10 min, 15 min adam sənə burada bu tərzivi bəyənir deyə onlar üçün işləyəsən. Elə 10-15 min adam sənə çox istəyirsə doğrudan, respekt deyirsə, sən arxandayıq deyirsə, gəlsin orada da sənə dəstəkləsin. Tamam da onda bizdə mahnılar var ki, mahnılardan gedir. Atışmamış, əlimə yapış, nə biləm, milyonlarla izləyir. O başqa şeydir də bu. Bir dəqiqə dayan da. Yox, bir dəqiqə. O biznesdə. Yes, okey, biznesdir. Amma Kütlə də onu Azərbaycandakı tələb edir. Azərbaycanda onu dinləyən adamlar əylənmək üçün dinləyir. Zövq almaq üçün dinləmir. O zaman yəni əylənmək üçün deyəndə bu o qədər adam, qardaş bu adamların Var da, yəni bu gün canlıya, bu gün intellekt, hansısa IQ. bir biseksual adam götürür canlı açır, 105 min adam oturur ona bax. Bro, yəni sən Orada label problem kimdədir? orada problem cəmiyyətdədir bro. Eynən. Nə olacaq? Sagopa 30 ildə eyni şeyi eləyir. Və hələ də Sagopa gəlib Azərbaycanda 6000 adama bilet satır. Yəni bu o deməkdir ki, bu adamı bu cür sevirlər, bu janrda sevirlər, bu stilistikada sevirlər. Bağışlayın. Onu götürüb dəyişmir ki, mən rep eləyim, mən nə orada respekt qazanacağam. Respekt qarın doyuzdurmur. Mən xaladenik kimi, yəni kimsə respekt atır deyə gəlib heç kəs alıb ora nəsə qoymur da. İllərdir rep eləyir. Epi məsəl üçün konsert elədi. Brad, yəni albom çıxartdı, pul xərclədi. Yəni gözümlə şahid olmuşam da bu adam nə qədər əziyyət çəkir, pul xərcləyir kliplərinə, nə bilim səs yazmalarına. Amma konsert eləyir, heç kəs gəlib o pulu ona qazandırmır təzədən. Adamın da motivasiyası düşür ki, mən gecə gündüz otururam, 3 aydır, 4 aydır studiyadan çıxmıram, əziyyət çəkirəm, amma nəticə etibarı ilə pul qazana bilmirəm. Və bu hara qədər davam eləyəcək? Sonra deyirik ki, reperlər rep eləmir. Eləmək lazımdır. Hər ikisi battle-larda iştirak eləmisiniz də. Bəli, bəli. Ümumiyyətlə mənə maraqlıdır. Yəni mən şəxsən bu fikirdə biraz belə də tam qəbullanmıram bəzi şeylər, amma sizin də fikirləriniz maraqlıdır. Battle-larda bizdə münsif seçimləri sizcə düz seçilir? Yəni niyə bizdə həmişə münsiflik məsələlərində problemlər yaşanır?
Məncə buradakı məsələ münsif biz polibon battle çıxmamışdan qabaq bizə deyilir də, bizdə səs vermə stilistikası budur. Yəni 3 nəfər orada münsif olacaq, ya 5 nəfər münsif olacaq. Bunu qəbul eləyirsiniz. Flankes olacaq və reperlərin ortaq razılığı ilə qəbul olunub ora çıxırsan. Yəni reper də zaten ora çıxanda bilir ki, səs vermə belə olacaq. Mən zaten elə bir performans eləməliyəm ki, Laporte münsif kimi rəqibimin ən yaxını belə olsa, mən öz performansıma cavabdehəm də. Yəni mən orada 5-0 udursam da əsas dinləyicim məni orada bəyənsin elədiyim performansı. Yəni biraz onu düşünüb burada sözləşmələri imzalamaq lazımdır. Amma biz öz söz sahibi layihəmizdə məsəl üçün sırf səs vermə şeyini dəyişmişdik ikinci layihə üçün. Olub sənə münsif misal üçün Ədalətsiz davranış. Mənim təbii ki, yəni bir məğlub olan hər bir sənətçi barışa bilmir münsifin rəyləri ilə. Mən də məsəl üçün məğlub olmuşam. 2 battle-da demək olar ki, məğlub olmuşam. İkisində də yəni münsifin davranışı xoşuma gəlməyib. Rəyi yox. Yəni Kimin olub səndə münsif? Birincidə bizdə əslində Epi ilə battle ərəfəsində Nadir Nəxpul olmalı idi. Elşad Xosey idi. Bir də kim idi? Ələkbər Yasamallı olmalı idi. Mən səhnəyə çıxan 3 dəqiqə, 4 dəqiqə qalmış səhnəyə çıxmağıma dedilər ki, Nadir yox, Okaber olacaq. Orada bir çaxnaşma düşdü. Bizi vaxt falan qoymurdu mən səhnəyə çıxım. Çünki mən Okaberlə istər-istəməz bir neçə dəfə belə söhbətimiz olmuşdu. Üz-üzə gəlmişik. Yəni gərginliyimiz olub və onun üzərindən və mənə münsiflik eləyəcəkdi və mən onu səhnədə öyrənirəm. İstər-istəməz səni motivasiyadan salan bir şey olur və mən yenə də razılaşıram ki, problem yoxdur, çıxıram və çıxıram zaten də səsi aşağı-yuxarı demirəm, yaxşı performans eləmişdim, partlatmalı, mən udmalıydım. Amma o bir ədalətsizlik idi mənə görə. Səsinin verdiyi şeyə aidiyyət yoxdur. İkinci də FTB ilə battle çıxanda Kim idi səs verən? Sənin o ədalətsizlik edən münsif. Hansında FTB-də? FTB-də Orxan Qarabasma idi ki, ədalətsizlik deyil də sən məlum məsəl üçün telefon çıxarır, oxuyur, üzündən oxuyur və yaxud da başqa birisi yadından çıxarır sözləri, hamı ilə bağlı şərh bildirir. Deyir ki, hə ola bilər həyəcanlı oldu filan şey. Bir fikir bildirir ki, onu başa düşmək lazımdır. Mən 3 round performans eləyirəm. Bütün zal ton qışqırır və çönür səs vermə vaxtı deyir ki, birbaşa olaraq FTB. O biraz mənim pisimə gəlir. Demirəm, yenə FTB deyir. Vallahi deyirəm, sən hamı FTB desin. Yəni mənim o düşmənçiliyim yoxdur. Prosta ki bir fikir bildir ki, denən ki, qaqaş, düzgün yanaşmamısan, stilistikam pozmusan, qayda qanundan kənara çıx, misal çəkirəm. Bir fikir bildir və mən də deyim ki, hə, düzdür, bu fikirlərlə razılaşıram. Mən ədalətsizliyi bu şəkildə görürəm. Yoxsa orada şəxsi qərəzlilik tərəfindən bir ədalətsizlik görmürəm. Anladım. Mən fikrim sən Tibu ilə ancaq Tibu ilə olub battle-ların. 2 dəfə Tibu ilə olub, bro, birində eləmişəm, birində eləyə bilməmişəm. O heç, yəni başqa battle Məlunla olmuşam. Məlunla, hə, bir dənə Məlunla. Tibu ilə olan ilk battle-ı orada münsif qərarına görə məğlub olmuşdun, nə deyirsən sən? Hə. Razı idin münsiflərin qərarı ilə. Orada sizdə Murad Dadaşov idi. Sonra kim idi? Ömər Xəyyam. Ömər Xəyyam idi. Nə idi onun adı? Nəsə Xəyyam, şair. Əli Xəyyam. Əli Xəyyam, hə, Əli Xəyyam. Ömər Xəyyam. Bir də şey idi, o adı nədir? O aparıcı var idi. Murad Arif. Murad Arif deyildi. O başqa uşaq idi. Bir də Sənə yəni kim səs verib və sən onun səsi ilə razı olmamısan ki, yəni onun iradı ilə. bro, mən razı olmamışam. Sən Tibuya məğlub olduğunu qəbul edirsən? Birinci battle-da. Birinci battle-da qəbul eləmirəm, bro. Niyə? Çünki başqa cür heç hazırlaşmamışdım. Hə, eyni anda da hazırlaşmışdım, bro. Bilirsən necə bir şeydir bu? Mən münsif olub battle-da məsəl üçün. Mən burada, yəni münsifin olmağı, kim olmağı mənim üçün az fərq eləyir. Bu, yəni kim olduğu olsun orada. Düzdür ya. Yəni daha demirəm də dünənki uşaq gəlsin orada mənə nəsə, yəni nəsə sənətimə qiymətləndirsin. Bilirsən necə baxıram bu işə, bro? Mən əgər bu sənətlə məşğul olamsa, mən bu işi görürəmsə, illərləndir, mən bu işin içindəyəmsə, bro, mən bilirəm nə edirəm avtomatda. Yəni bilmədiyim şeyi eləmirəm.
Artıq onun qıraqdan hansısa bir insanın məsəl üçün münsif kimi ona qərar verməyi və yaxud da ki filan kəs yaxşı eləmədi, filan kəs yaxşı elədi, yazıb burada punchlarla, punchline, nə bilim, sən 38 dənə elədin, bu 25 dənə elədi zat. O mənə o qədər fərq eləmir. Burada az fərq eləyir. Münsif necə qərar verməlidir sizə görə? Hər ikisi üzə, yəni nəyi dəyərləndirməlidir? Bro, bilirsən necə bir şeydir? Münsif bro həm performansı dəyərləndirməlidir, həm sənin musiqi duyumunu, həm sənin qafiyələndirməyi və qafiyə sistemini dəyərləndirməlidir. Həm sənin ümumiyyətlə nə haqqda danışdığını qulaq asmalıdır. Ya, yəni bilirsən necə? Yəni bu punch dedi, o punch dedi, yox. Mən çıxaram məsəl üçün 15 dəqiqə ancaq punch eləyərəm də 2 sətirdən bir, 2 sətirdən bir. Amma gedişat var. Başa düşürsən? Mən məsəl üçün battle-a çıxanda həmişə gedişatla fikirləşmişəm ki, bu girişimdir, bu prosesdir, ümumiyyətlə söhbətin prosesi, bu kulminasiya nöqtəsidir ki, mən belə qutaracağam. Onu dəyərləndirməlidir. Yəni milyon dənə şey var ki, münsif ona diqqətlə qulaq asıb onu dəyərləndirməlidir. Yəni mən elə düşünürəm. İndi hərə özü üçün başqa cür düşünür. Necə düşünür özü bilər. Yəni mən şəxsən belə görmüşəm. Yəni belə hiss eləyirəm, belə görürəm. Dayan da. Dayan da. O elə dayan da bir dur, nə olub dayan da. Mən də şəxsən münsiflərlə bağlı ciddi deyirəm. Yəni çox narazıyam. Niyə? Yəni ən azından siz bilirsiniz, bunu izləyicilər bilməsə belə, yəni siz bilirsiniz ki, bir çox MC-lərin battle hazırlıqları məhz mənim belə deyək də rəhbərliyim altında olub. Yəni gənc uşaqların, həm Tibo olsun, Zigin misal üçün bəzi momentlər olsun. Yəni birlikdə olmuşuq da belə deyək. Rəhbərliyim dedim yəni də uşaqların bir xətrinə deyər də. Yəni hələ bir balaca qardaşımız kimi yanımızda böyükləri olmuşam. Balaca qardaşımız kimi heç nə əlimizin altında. Yəni nəyə demək istəyirəm? Mən misal üçün deyirəm, adını çəkməyəcəm münsifin. Elə bayaq sənin dediyin fikrə gətirirəm. Bizim endlə battle elədi. Sən məlunla battle-a çıxdığın günü. Mən yenə də deyirəm, o battle çıxana qədər zaten baxacaq. Orada münsif qərarı ilə yenə də biz qalib olduq. Yəni Ecstasy qalib oldu. 2Ecstasy, Elmir. Yəni battle çıxanda da çıxacaqsa əgər, orada da görəcək də indi nə var nə yox. Amma end mənə həqiqətən təəccübləndirdi orada. Yəni çünki end mən ciddən enddən elə şey gözləmirdim. Çox başqa şeylərdir, mənə çox ləzzət elədi. Amma uduzdu da münsif qərarına görə. Mənim söhbətim nədir? Biz misal üçün Elmiri orada hazırlaşdıranda, biz məşq proseslərində məqam var idi. Qobustan qayalarında falan zad belə nağara zad gətirmişdik səhnəyə, bildi. Milli geyimdə qaqaş çıxdı, nağara zad, Qobustan rəqsi zad. Münsiflər ümumiyyətlə ora toxunmadı. Şou tərəfini dəyərləndirmədilər. Başa düşürəm, ümumiyyətlə ora toxunmadı münsiflər ki, siz belə bir şey eləmisiniz, bu şou ya mən o adamı söhbət puldan getmir. Amma bu bir işdir. Onun üçün bizdə səs vermə sistemini dəyişmişdik öz layihəmizdə, battle layihəsində. Sistemdədir problem. Problem oradakı şəxslərdə deyil. Yəni bu necə olmalı? Mən bir battle layihəsi eləyirəm. Səs vermə 3 sistemdən ibarət olmalıdır. Bir hakimlər heyəti olmalı ki, o hakimləri heç kəs görməməlidir. Yalnız reperlər bilməlidir ki, hakimlər kimdir, kamera falan çəkməməlidir o adamları. O adamlar oturub səhnə performansını, punchlarını, texnikasını, şousunu, hər şeyini dəyərləndirməlidir. Səhnədə çaşır, məsəl üçün mənfi 1 qoyur performansı ilə bağlı. 3 dəfə məsəl üçün də deyək ki, şou hazırlayıb 3 dənə şou buna yazır. Texniki tərəflərindən dəyərləndirmə eləyir. Bir də olur jürilər, qonaqlar. Ki tanınmış şəxslər və biraz adlı sanlı, biraz rank olaraq yuxarıda olan adamlar. Onlar öz zövqlərini deməlidirlər. Yəni mənim necə ki olur, mənim hansı tutaq ki sən nədən trackimi eşitməmisən də, bəlkə də qulaq asan deyərsən ki, yox da bu mənim zövqümdə deyil. Həri bro, həri. Orada da məsəl üçün 2 dənə fərqli stiliskanın qarşı durmasında. Misal çəkirəm. 2 dənə fərqli stiliskanın qarşı durmasında. Ora çıxan o şeyə qonaq, hakim yox da qonaq, jüri. Burada deyə bilmərsən ki, ən pis ehtimalda deyəsən tamaşaçı tərəfindən səsimi aldım. Çox gözəl ideyadır bro. Mən texnik tərəfdən səsimi aldım. Belə olsa məncə daha reytinqli, daha belə insanların da belə necə deyim, cəlbedici, bomba kimi olar. Düzgün bir şəkildə gedər səs vermə. Eyvallah. İnşallah ki, indi elə olar. İnşallah. Red Bull qanadlandırır. Bir dənə tualetdən su zəhmət olur. Tualet suyu ilə damır. Red Bull, eşitdiyimə görə Red Bull 64 Barsda da nəsə bir təklif almışsan. Bunu hardan eşitmisiniz?
Eşitmişəm də. Mən bəs bilmirsən, qara qutuyam. Eşitmisinizsə, yəqin ki, orada da var amma. Hə, nə gözləyir bizi? O çıxanda da, yəni bu çox belə Yo, yəni biz UGBPM-də sənə baxdıq. Burada Wow elədik. Burada tamam fərqli bir şeydir. Bilmirəm, wow eləyə Bənzəri bir şeydir, yoxsa ondan daha üstündür səncə? Üstün deyil, çünki o battle yanaşması var idi orada. Yəni çox belə insanlar. Burada biraz kommersiv eləmisən. Kommersiv də deyil, rapdir. 64 barsdır və one shot gedirəm. Bir dəfəyə gedilən bir şeydir. Yəni o şey nəqarət, yox, switch falan eləməmişəm. Biraz ona görə şey qalıram ki, ola bilər qulaq asan adam bir dəfə qulaq assa zövq alar, ikincidə sıxılar, üçüncüdə qulaq asmaz. Yəni biraz şey elədi. Çünki bir qafiyə üzərində aparmışam bütün sistemi. O yorucu ola bilər. Ver suyun cəmaatı. Yoxdur da, elə getdilər gətirməyə. Hə, yəni biraz yorucu ola bilər. Yəni bir dəfə qulaq asarsan, ikinci dəfə belə, üçüncüdə deyərsən ki, yox, bəsdir, çox oldu buna qulaq asdım. Çünki ancaq bir qafiyə üzərində aparmışam hər şeyi. Necə belə eləmisən bəs? Baxdım ki, hər reper öz yanaşması ilə yanaşıb, normal track yanaşması ilə yanaşıb, nəqarət olsun, switch olsun falan. Dedim mən elə bir şey eləyim ki, digərlərindən seçim. Niyə var qız? Niyə? Niyə? Qazaxıstanlı da arada özbəyi deyil, 64 barsda eləyib. Yəni mən misal üçün çox xoşuma gəldi. Mən onu dəfələrlə açıb qulaq asıram. Yəni ona görə səni soruşam ki, niyə elə eləmisən? Elə bir track eləmədim. 4-5 dəfə verse yazıb dəyişmişəm. Bir dəfə elədim, oradakı kontent uyğun gəlmədi. Çünki biraz Azərbaycanda yeni layihə olduğu üçün biraz filtrdən keçmək məcburiyyətindədir. Ona görə hələ məsələn deyirsən Kazaklar orada senzuraları çox da yoxdur. Rahat şəkildə istifadə edə bilir. Bizdə senzuralar doludur. Ona görə istədiyin şeyləri eləyə bilmirsən. Sən trackində hansısa rapində bir dənə söz var idi ki, rap fəxrimsən. Səndə yoxdur kimlər? Geylər. Hə. Az rapdə gey yoxdur. Nə bilim. Elə danışırsan ki. Yo. Bütün günü geylərlə. Mən sənə pis bir şey demirəm ki. Bir dənə suyum gəlsin bura. Bir dənə bu su verin için özünə gəlsin. Buna ağır suallar gözləyir hal-hazırda. Az rapdə bilmirəm bura ki. Yoxdur. Necə? Bayaq deyirdin var axı. Nə vaxt demişəm? Bayaq. Nə var? Bayaq dedin ki var da. Demişəm. Adını çəkmişəm. İndi mən deməyə yaraşmaz da. İndi bu zakulism danışdığımız şey burada nə idi? Yox, adını çəkmişəm bura. Hə. Kimdir? Adını ona dedizdi. Adını o dizdir. Yəni bilmirəm, Sən sonra qayıtdın ki, az rapdan çıxıb da o globaldır zat. Yəni gör hara getdin, çıxartdın. Sizin qrupunuzun adı nə idi? Bir vaxt sizin qrupunuz var idi. Hə, Stop qrupu. Donvion, mən, Sniper, bir də Fats Buz. İndiki Buz. Buz yox, Buz. Hə, indiki Buz, Fats Mahmud. Biz bir də qərarlaşdıq. Buz Mahmud yoxsa Fats? Yox, indi əvvəl Fats idi, indi Buzdur bura. Stopda kim idi? O Fats idi. Bir də Freak var idi, indi Kanadadadır. Freak? O qıqaş tanış gəlir nəsə adı. Hündür boy şair. Necə zapislərimiz necə gedirdi? Ay necə gedəcək? Bura otururdum kompüterin arxasında. Hər öz versin, otur yox, yazıldı. keçən dəfə dedin ki, girirdik kabinkaya, hamımız, nə bilim, battle ərfələr, rapdə belə diss sat. Demədik keçən dəfə. Hə də bura, yəni qoyaram o kadrı, o alınmayıb o kadrı. Qoyaram, gözüvə soxaram səni. İlk studiyada hamı komanda şəklində. Hamı komanda şəkildə girirdik kabinkaya. Hamımız girmirdi, çünki kabinkamız kim çox girmirdi? Kim Çox girmirdi? balacaydı, bir-bir girirdi. Yox, yalan danışma. Dedin ki, biz bir neçə nəfər. O niyə yalan danışım? Bax, qoyaram Allah o kadrı qoyaram. Bax, kəsərəm oradan, qoyaram o kadrı. Mən şok. Dedin ki, biz zapis eləyəndə stop vaxtı partladırdıq uşaqlarla, girirdik hamımız kabinkaya. Bax, Allah haqqı, bu da görüb, yəni burada olub o çəkiliş. Video var. Girirdik hamımız kabinkaya, partladırdıq. Mən də sual verdim ki, hamınız girirdiniz kabinkaya. Kim girmirdi sizinlə? Bro, hamımız deyəndə, hamımız girirdik deyəndə elə söhbət yox idi. Tək-tək girirdik. Bu fırladır söhbəti. Hamımız niyə girək ki kabinkaya, bro? Bu fırladır söhbəti. Ay, getmə. Globala çıxan bizim MC'miz, o sizin stop MC'niz kimdir? Mən bayaq dedin, globala çıxıb. Globala çıxıb? Hə, Allah haqqı elə dedi. Stopdan var. Var globala çıxan. Tanıdığım var bir ki. Yoxdur da bura. Globalı izləyən adamdır.
Sən bayaq dedin ki, bizim Stop qrupundan, Yes. yəni qlobala çıxan MC Don Vion. Don Viono. Çıxmayıb qlobala. Da açıqda sual verirəm də. Raplə yoxsa Zəflə bilmirəm. Axır qlobal. zarafat tərəfdən deyirəm ki, qlobala çıxıb. O, yəni Amma Vionun yəni vaxtı ikən bomba rapləri olub. Yəni Stop vaxtında yəni Məncə ciddi də. şəkildə yəni trekləri var idi. Məncə də bro, yəni yaxşı idi, çox yaxşı trekləri var idi. Amma yəni bu adam elə deyil də. Fıratlı söhbəti. Bayaq başqa şey deyirdin. Deyirdin girdi yanmış studiyaya. Ala yeri ged buradan başın nə danışırsan? Mən başım danışmır, sənin ağzında. Ben qoyacam o kadrı. Qoyarsa. Özü verilişdə qoymayacam, sonra story atacam. Qoyarsa. Mən də bilirəm. Ha, Deyirəm, yəni- hamı niyə girsin ki kabinkaya? Vəbşə, Niyə girsin hamı İndi o fikri kabinkaya? o Yəni yəqin- kabinkaya eyni hamımız Hamımız eyni. hamımız 5 dənə oğlan. Niyə bu qədər Bu maraq mövzu edirsən? insanlara niyə maraqlı olsun? Vay indi Allah maraqlıdır. Ola Nəysə, bilər də. keçdik. Bayaqkıca. Bir dənə respekt at, qutaraq söhbəti. Respekt at da. Kimə respekt qrup atam yoldaşın olur. Nə dəxli var ha? Respekt, Mən vermir. respekt atıram buradan bu yana. Bomba Yana kimi. respektlər. Yaxşı, mən də atıram respekt bil. His Əslixan Naton sizi nə birləşdirir? Nə birləşdirib? Nə dəyərləriniz olub sizin bir-birinizə qarşı? Oyda. Dostluq bağları, işlər. Təbii ki, birinci iş, sonra dostluq bağları, sonra da yollarımız ayrılıb. Bax, burada indi bir dənə mənim maraqlı olan şey odur ki, təbii ki, birinci iş. Hə, ilk öncə iş. Səncə ona görə sizin dostluq bağlarınız qırılmayıb? Öncəliyə Hisslə işi qırılmayıb. qoydunuz. Yəni hisslə hələ də dostluq bağımız davam edir, iş birliyimiz davam eləmir. Amma yəni hisslə hələ də Yəni danışırıq. mən işi ayaq- dostluğa qatmağı demirəm, amma Yox, qatılmamalıdır. amma işlə tanış olmuşuq da. Amma mən hissin özü ilə də bizdə müştəri olub, mahnı istəyib. Az gəzdə. Əsəbləşmə şəkənci. Hə, bizdə yəni iş, yəni hisslə məsəl üçün bizdə mahnı istəyib, mahnı satmışıq, elə tanışlığımız yaranıb və ondan sonra dostluq bağlarımız yaranıb. Günü bu günə qədər davam edir, amma iş birliyimiz davam eləmir. Amma Əslixanla da eyni şəkildə, yəni biz işlə bağlı birləşmişik, proyekt eləmişik. Sonradan dost olmuşuq. Sonra fikirlərimiz çatışdı, işlə bağlı finansal problemlər araya girdi, yollarımız Sən bir ayrıldı. intervyularında, müsahibələrin birində Əslixanla üzbəüz hətta oturmuşdunuz. Mən baxmışam. Sən orada Ha, deyirsən ki, televiziya verilişində. biz ayrılsaq belə Bunu heç kəsə heç kəs bilməyəcək. bilməyəcək. Amma bu gün bütün Azrep bilir ki, siz Ayrılmışıq, Qırmızı nəinki bir-birinizi yazırıq, daha yəni bunu özüm də dilə gətirmişəm. bir-birinizə da, o da sənə sözünü deyib səhnədən, sən də demisən, Yes, yəni yes. aləm vurmuş bir-birinizə. Və bu dostluğun o sədaqətini niyə itirdiniz? Ortada yalan var ona görə. Yəni Nə gülürsən? yalan ortaya bir yalan girəndə Mikrofona gülmə də. mən səninlə dostluq eləyirəm, bir yola çıxıram, bir neçə il davam eləyirik və mən öyrənirəm ki, bir neçə il içində sən mənə yalan danışırmışsan. Nədə? Bir çox şeydir də. İndi Nədə də biz dostluq eləyirik sənə, mən səninlə də yalan. Mən Əslixanam düşün. Yox, müəyyən söhbətlər var onu. Yox, konfidensialları demirəm də, yəni Hə. danışa biləcəyin qədərini deyirəm. Bizdə ən böyük Bir sənin problemlərdən biri odur pul ki, idi. bax, Yəni hamınız çıxırsınız, nəsə deyirsiniz, Aha. amma nədir onu demirsiniz. nə dediyini biz bir-birimizə deyirik də. Bunu demişik və yaxud da Battle-a mən dəvət eləmişəm. Bunu Battle-a insanlara da yansıdırsınız axı və bu İnsanlara insanlara nəyə maraqlıdır. yansıdırıq Yox, yəni? yəni Məsələn- siz insanlar görür ki, siz Mən- qırdınız bir-birinizi. Təbii ki, Niyə? mən də deyirəm Bunlar ki, axı qardaş idilər, Əzim, canciyər 4 idilər. il bundan qabaqki düşüncələrinlə indiki düşüncələrin eyni olma, yəni mümkün deyil. Əgər eynidirsə hələ də düşüncələrin, sən dəyişib və inkişaf eləməmisən. 100%. Yəni mən də 5 il əvvəlki Naton deyiləm. İndi Mən də fərqli o bir deyiləm. adamam. Və indiki düşüncələrimlə baxanda görürəm ki, mən özümü biraz istifadə olunmuş, saf bir qaqaş, yəni özümü elə görürəm. Darıxırsan Əslixansun. Gördüyümüz işlər üçün darıxıram, Yox, amma Əslixansun darıxırsan. şəxsi yox. Yəni bir qətiyyən. dost olaraq bir şey qalmayıb Yox, içində. qətiyyən, yəni sıfır. Yəni əksinə mən onu meydanda gözləyirəm, o da gəlmir. Hə, hətta ora qədər gəlib çıxıb bunların söhbəti. Biz misal üçün Zigi ilə hamımız bilir də bizim dostluğumuz çox uzun illərə dayanır. Dalaşdığımız zaman da olub, danışmadığımız Yes. zaman da olub. Amma mən bilirəm ki, mən onun üçün necə darıxmışamsa, o da mənim üçün darıxıb da. Hansı ki biz danışmamışıq illərlə. Bu eyni şey məndə başqalarınla da olub ha. Yəni
Azrepdəki digər həmkarlarımla da olub. Mən Vaxo ilə də dalaşmışam, nə bilim Muradla da küsül olmuşam. Amma axır əvvəl gəlib barışırsınız, aradakı buzları əridirsiniz. Yəni o qədər ciddi problemlər olmayıb ki, biz onu belə düşməncəsinə aparaq. Amma Əsixanla olan problemimiz o qədər ciddi olub ki, onun geri dönüşü olmayıb, yəni. Bir dənə də 2 dənə son belə mövzuya da toxunaq. Ondan sonra bizim bir freestyle'larımız olacaq onlara. Aha. Sizdən gözəl performans gözləyirik. Battle sizə görə hər ikisinizə aiddir də bu sual. Azərbaycanda hansı MC var ki, deyirsiniz, bu MC ilə battle-a çıxmaq cəsarət tələb eləyir? Yəni mən hansı MC deyəndə, yəni təkrar edirəm ki, bu yəni məsəl üçün rəhmətli Anarın o konkret xodda olan vaxtları var idi ya bro. Mən elə düşünürəm ki, cəsarət tələb eləyir söhbəti deyil də, yəni maraqlı, çox maraqlı. Yox, maraqlı mən o mənada demirəm. Maraq mənasında demirəm. Yəni o MC yəni həqiqətən battle-da qorxulu MC-dir. Bildin nə demək istəyirəm? Punch-ları ağır olacaq. Yəni padaçaları ayısol. Yəni təhlükəli MC-dir. Təhlükəli MC. Kimdir Yəni sizcə? kimə daha çox ciddi, daha çox oturub işləyərsən, daha çox konkret, yəni daha ciddi şeydə, yəni necə başa salırsan bro? Yəni 7-24 ancaq hazırlaşarsan da hansı bir MC-yə qarşı ki, sən bilirsən ki, o adam təhlükəli adamdır, hə? Yəni mən bro, yəni belə fikirləşirəm ki, Anar Nağılbazın rəhmətliyin o necə başa salınır? Yəni prime vaxtları da bro. Yəni konkret o Göbələk zad ərəfələri. Göbələk ərəfələri və yaxud da ondan qabaq Dost Treki. O dövrlərdə Anarla çıxsan bilirsən ki, Anar yəni Dost Trekindəki Anar. Yəni bro. Yəni battle-da yəni. Battle-da çox pis olar da. Yəni amma yəni məsələ orasında deyil ha. Nə bilim mən çıxmaram, mən qorxaram, o söhbət deyil. Sağ olanlardan, yəni Anar Nağılbaz okey də, respekt. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Sağ olanlardan da, yəni bir dənə siz də yəni sağ olanlardan bro, yəni belə bir yəni belə böyük bir adam yoxdur da, deyim ki, ay nə bilim, heç şey deyil, yəni bro, ya deyim ki, ay bilim, mən bundan çıxmaq üçün gərək bilin bütün dünyanı söndürüm özüm üçün bro. Elə bir şey yoxdur. Ya məncə New School-larda, New School dediyim yəni yeni başlayan, yəni yeni üzə çıxmağa başlayan rapçilər var ki, onlar bizə daha çətinlik yarada bilər. Yəni cəsarət onlarla çıxmaqdır əslində. Məsələn, Eyzi var, Qango var, Ent var, Efraim var. Bu uşaqlar hal-hazırda çox yəni peşəkarcasına yəni çalışırlar. Yəni bu adamlara qarşı battle-a çıxmaq cəsarət istəyir. Niyə görə? Çünki bizim onlarla bağlı birinci çəkdiyin o ad, o uşağın nə eləyəcəyi məlum deyil də battle-da. Yəni mən çünki şey olaraq, mən hamısını izləyirəm, hamısını da takip almışam, hamısını çıxan treklərini analiz edirəm özlüyümdə. Yəni o da Abbasın uşağıdır. Bunlar da nəyə görə əslində izləyirəm hamısını? Gələcəkdə əslində işdir. Azərbaycanda battle şeyi daha belə idman halına çevrilsə, bu adamlar da o meydançalara çıxsa, mənə o çətinliyi yaratmayan rapçilər olsun deyə izləmək məcburiyyətindəyəm onları. Çünki mən onlar haqqında heç bir məlumatım yoxdur, amma onların bizim haqqımızda yetəri qədər məlumatı var. Yəni bizi o sıxışdıra biləcək reperlər onlardır. Ona görə bütün gün otururam, onlara qulaq asıram. Ondan bir nömrəli fanatlarıyam. Amma mən uşaqları mən də dinləyirəm. Yəni elə Eyzi olsun, Qango olsun, hamısı, yəni hamısı digər uşaqların olsun, hamısı yəni bilirlər ki, mən onlara yəni respekt atmışam. Həmişə dəstəyəm. Bilsən nədir məsələ? Bəs efirlərdə niyə bu tamam sən varsan? Milyonların var da, yəni pul barəsində demirəm. İnşallah pul barəsində hamımızın İnşallah o da olsun bir gün. Yəni baxışlardan gedir də. Yəni məlumdur. Efirlər səni niyə efirlər də hamımız reytinqə görə də, reytinqə görə çağırır da. Efir sənin reytinqin varsa reytinqə görə çağıracaq. Nəbim Yapon reytinqdə bir hal-hazırda reytinqdədir, ona görə də Yapon çağırıldı. Yəni kim bu efirlər bu dəqiqə belə işləyir. Efirlər yəni televiziya dəstək məqsədi ilə işləmir. Yəni bu fakt, mən televiziya işçisi olmuşam. Sən yəni ən azından bunu bilirsən ki, bilirəm. Uzun illər televiziya. Yəni mən də yəni televiziya işləyirəm. Yəni işlədiyim dönəmlər var. Amma hal-hazırda məncə televiziyada da bununla bağlı addımlar. Televiziyada hal-hazırda razısan, bazardır. Televiziyada həmişə bazardır. Yox, hal-hazırda daha pisdir vəziyyət.
Məncə indi düzəltməyə çalışırlar. Var, yəni indi backgroundda işləyən rep layihələri falan Söhbət odur ki, televiziyadan paralelində çıxartdılar, eyni şey internetə daşıdılar. daşıyırlar, amma görsə məsəl üçün Maşın Show geri qayıdır. Misal çəkirəm, indi köhnələrdən götürürəm. Əvvəl məsələn o cür Mərd Show var idi, Maşın Show var idi. Maraqlı layihələr var idi. İnsanlar oturub televiziyada baxırdı o layihələrə. Yeni simalar çıxırdı ortaya. Qəfəs Show var idi. Çardaq. Milyon dənə elə layihələr var. Mən də varam. Sonradan bu Məsəl keçdi. üçün də hip-hop var. İndiki televiziya Və niyə o verilişləri yox? şeyə Elə çevrildi. yoxdur elə şey. Toyxana verilişlərinə çevrildi. Yəni o divan verilişləri. Bir dənə divanı dəyişirsən, dekorasiyanı dəyişirsən, amma format hamısı eyni idi. Və bu da Yəni bu toyxanaya 3-4 görə aparıcının elədiyi şey oldu da, yəni düzdürmü? hə onlara meydan yaradıldı deyə. Bu Hə, adamlar üç-dörd reytinqi aparıcı. daha çox gətirdiyinə görə, daha çox pul qazandırdığına görə televiziyaya, televiziyada ayaqda qalmaq üçün onlara qəbul eləyirdi. Amma hal-hazırda məsələn ictimai çox yaxşı şəkildə inkişaf eləyir. Mənə bilirsiniz nə xoş gəlmir? Əməkdar artisti, xalq artistidir, bilmirəm. Adını soyadını çəkməyəcəm. Adamın nəm 50-60 yaşı var, 40 yaşı var, 50 yaşı var. Aparıcı, yəni baxmısınız. Einstein'dən sual verir. Yox, verməməlidir, yox. Yəni Necə, niyə? Bilmə, baxdığım üçün deyirəm oradakı o ona şeylər. vermir, heç o sualı. Yanındakı insana verir. Və həmin qadın deyir, bu nə addır? Yox, bir yoxuşdeyin. Mən bir sizlə maraqlıdır. Yəni görün bizə Yoxuşdeyin. televiziyadan Einstein eniş sözü var burada deyə bu yoxuş tutuzdurub da orada başa düşdün. Mən maraqlı bir siz nədir? Bu adam əməkdar artistdir. Niyə qalxış deyin deməyib? Amma burada problem Yox, hep sən mənə nə demək istəyirəm? Ya prodüserdən söhbətin hər şey bir qıram. Yəni necə sən dəvət elədiyin qonağın Bax, 40 IQ-sünü neçə də yaşın var? bilirsən. Neçə yaşın var? 30. 30. 39 mənim yaşım var, mənimlə yaşsan sən. Yes. Bu yaşımıza qədər Einstein adını nə qədər eşitdik? Milyon uşaqlıqdan işləyir. Milyon dəfə. Bu adam əməkdar artistdir. Nə bilim 50-yə yaxın. Nə ilə bağlı əməkdar artistdir? Abi musiqiçi deyə bu. Tamam, musiqiçinin Einstein bilmək kimi məcburiyyəti Tamam yoxdur. da, yəni Yəni biz nə bilirik indi ki? o bizim generation'ın o şeyidir də. Ay, Yəni Bizim Einstein- dünya o görüşümüzdür bizim də bro. dünya görüşümüzdür. Qardaşım Yəni- Einstein heç mənim atam bilir, babam bilir. Yox da indi deyə o nəyə Einstein gətirəm? bilir. Ola bilər ki, Özü kimsə hansısa sahədə çox güclü və yaxud da ki, nə bilim, belə alim ola bilər, amma onun hər hansısa bir şeydən başı çıxmaya bilər və yaxud da hansısa bir şeyin bilməməyə şeyi Natan var. show biznesə keçirdi, hə. Show biznes Vallahi, əhlinə daş atmaq istəmir. Daş atmaq deyil. Burada sadəcə insani faktor olaraq baxıram məsələyə ki. Adam denən cahildir, bitdi, getdi. Yəni bu qədər basit. Ya, Vallahi. bilməyə bilər də, yəni bu Ya bilməyə bilər Qısa, başqa qısa, şey. qısa bir şey deyim. Sual burada problem. Einstein Bax, bro. mən Yəni Einstein tanıya deyirəm. bilməyəcək bir adam deyil də. Yəni məsəl üçün elementar olaraq belə bir şey götürək də. Einstein Yoxşteyn də yox da qardaşım. İndi o- yəni O adamın aparıcının intellektini bax, burada göstərir. bir prodüserin səhvi var, iki aparıcının səhvi var, üç də ora çıxan adamın səhvi, üçünün də səhvi var. Yəni problem televiziyada səhv. Hə də problem o sistemdədir ki və bunu biz görürük və bu günləri bu haqqda müzakirə eləyirik. Başqa şeylə bağlı müzakirə eləmirik. Yəni ora sən mən çıxsaydıq və yaxud da bizi kimi başqaları çıxsaydı bu problem olmayacaqdı. Yəni o olmamalı. Mən ən qızıq eləyən şey bilirsən nədir? Misal üçün sən Einstein tanımaya bilərsən. Oksteyni Sən niyə dediyin- tanımırsan? Oksteyn. Oxşeyn tanımaq lazımdır. Oxşteyn O Kadyrov. ayıbdır. Einstein deyərsən ki, hə, mən bilmirəm nəsidir. Hə? Amma yəni bunu məzə Hə, də- mövzusuna çevirmək olmaz. Yes. Einstein nədir? Yox, Einstein sən artistsən, xalq. Əksinə deməlisən ki, bilmirəm. Bilmirəm. Bitti də, sən bilməm daha demək. hörmətli Yes, eləyər. yes. Yəni mən çətin bir şey deyildi, bilmirəm. Və bu arada bu elə Oksteyn mırtdaşırsan sən mənə. Bu arada televiziyanın adını deməyəcəm. Yəni elə bizə xitab edən televiziyaların birindən qaqamız bir Təklif dənə alıb. təklif alıb. İnşallah xeyirli Bildiyiniz olsun. mağazin verilişi və Qəşəng, alt qəşəng. kulturaya, Hayda, alt hayda, kulturaya xitab Bu edir. lazımdır. Bro. Elə biz də Qəşəng. yanındayıq. Avqustun 3-ündə o layihəyə start görəcək inşallah. Sən uğrubu gör sənin uğruba sevinməyən bura gözü kör olsun. Kör olub. Mən sən ən azından mənə tanıyırsan ki, bu mənim uğurum məsələsi deyil. Mən evdə də anam bir də görsün. Hamımıza deyir. Da bu da bəs də nə oldu bir şey olsun da bu 30 ildə Nə vaxt qazanarsan, Nə vaxt illər qazanarsan? Bəli, ancaq elə gedir. Başa sala bilmirsən İtirirsən. ki, bu qazanmaqla təkcə əlaqəli olan bir şey deyil, bu sevgidir. Yox, təbii ki, sevgi, sevməsən. Hə, bu eşqdir də. Yəni Hər o qədər bura, hər. gedə bilmirik də, qardaş, bu işdən gedə bilmirik biz.
Yəni belə özümüzü gözümüzü açmışıq belə görmüşük. İnşallah bəhrəsini də görəcəyik. İnşallah. bro. Və təslim olmasaq ümid edirəm ki, hər şey çox bomba olacaq. 100%. Məlunla Battle-da məğlub oldun. Yes. Səncə məğlub idin? Nə bilim bro, mən Mən heç birini görməmişəm. Görsəydim maraqlı idi. məncə məlum idim. Nə idim? Məğlub idim. Qalib idin, məğlub idin. Qalib idim yoxsa məğlub idim? Bro, yəni əlbəttə ki, məncə qalib idim. Bro, yəni başqa nə ola bilər? Neçə olub? 2-1 idi, səhv eləmirəmsə. 2-1 olub deyir Qadir. Oradaydı Orxan Azər. Battle-ın Yaxşı, səncə necə idi? Atası oldu. Mən sənə o sualı Mən niyə yayıma sənə bir getmədim? qıraqdan Mazidən soruşma. Mazi. Mənim fikrimcə tam subyektiv fikri istəyirəm öyrənəm. mən məlunu tam eşidə bilmədiyim üçün səni tam bilirəm, sənin bütün versləri və əzbər bilirəm. Başa düşdün? Mənə görə çox güclüdür sənin yazdıqların. Mən məlunu tam eşidə bilmədiyim üçün, yəni tam sən, mənim üçün qalib sənsən. Amma mən onu eşitməmişəm. Baxmamışam axı bəlkə. Onda qalibsən sən deyə Yox, bilmərsən. Mən onu demirəm. Mən bunun verslərinin ağırlığına görə deyirəm öz tərəfimdən. Təbii ki, Onu yəni bir yerdə dinləməmişəm. Yəni tam eşitməmişəm. Amma Yayımlansaydı- bir şey bilirəm, onu dəqiq bilirəm. Dəqiq bilirəm və onun şahidi oldum. Mən o battle-ın çıxmasını gözləyirdim ki, reaction eləyim. Çünki deyəcəyim şeylər var idi. Məlun. Mənim məlunla da aram yaxşıdır, sən özün də bilirsən. Məlun battle-ın böyük hissəsini başqa adamlara bildiyin sözlərini atdı. aha, rəqibi Konkret olaraq rəqib qaldı bir neçə dəqiqə kənarda. Məlum başqa yerlərə söz atırdı və münsiflərin bunların heç bir əslində panc olaraq sayılmamalıdır. Ora gətirəcəm. Münsiflərin qərarı mən bilirsən ki, necə adamam da. Baxıram, ora baxıram. O panç atır, mən münsiflərə baxıram. O söz deyir, mən münsiflərə baxıram, çünki onlar qeyd aparırlar. Məlunun başqa yerlərə atdığı sözləri də münsiflər qeyd eləyirdi. Və sonda panç sayına məlum qalib gəldi. Ha, yəni sənin atdığın panslar birbaşa rəqibədir. Rəqibin atdığı pansların Yəni mən onun üçün əksəriyyəti bir şey deyə fərqli bilmirəm bir- baxmadan hal-hazırda. Ha, yes, mən də ona görə deyirdim ki, bəlkə Hə. Main battle. onu niyə yayımlamırlar?